Hər kəsə salam. Dünən işdən gəlib, belə yorğun idim ki, vallah özümə çay süzməyə tənbəl gedirdim. Amma mətbəxə girən kimi içimdəki o master şef ruhu qəfildən oyandı. Fikirləşdim ki, nə bişirim ki, həm ətli olsun, həm tərəvəzli olsun, həm sulu olsun, həm də doyuzdurucu. Sonra öz-özümə dedim, hə, keç işə. İlk mərhələdə çəkilmiş ətə 1 ədəd soğan, 2 diş sarımsaq, duz, istol, sarı kök, biraz da nanə qursu əlavə edib yaxşıca yoğurdum. Balaca köftələr düzəldib gözləmə rejiminə göndərdim. İkinci mərhələdə tərəvəzlər paradı başladı. Öncədən soyub yığdığım 4 ədəd soğanı yaxşıca doğradım. Tavaya zeytun yağı da əlavə edib göndərdim ocağa qovrulmağa. Sonra 3 ədəd orta ölçülü kökü rəndələdim. 2 qırmızı bibər, 2 yaşıl biberi doğradım. 4 dənə də pomidoru rəndələdim. Bu qaydada hamısını tavaya əlavə edib yaxşıca qovurdum. Qovura-qovura içimdən bir sual keçirdi. Bu yeməyə sonu hara çıxacaq? Elə bu anda beynimdə sanki şimşək çaxdı. Dedim, aha, nəsə çatmır. Sarımsaq. Sarımsaqsız olmaz. Tez 3 dişdə sarımsağı doğrayıb həmin qarışıma əlavə etdim. Və 3-cü mərhələdə kartoflar səhnəyə çıxdı. 4 ədəd kartofu da doğrayıb bu möcüzəvi qarışıma qatdım. Biraz da qovurdum. Tam yağa düşsün. Üstünə ədviyyat, sarı kök, istol, pul biber əlavə etdim. Sonra küftəcikləri də düzdüm. Biraz su, duz, bir ovuc da yumru düyü əlavə edib qoydum bişməyə. Burada da yeməyimin səsini eşidirsiniz yəqin ki, yaxşıca pişdi. Ocağı söndürəndə də evdə yaşıl göyüm olmadığı üçün nanə qurusu, qara reyhanın qurusunu əlavə etdim. Qoxusu Allahım dəhşət idi. Nəticə dadı ilə möhtəşəm oldu ki, bu yeməyə at tapa bilmədim. Küftəyə bənzəmir, sulu yeməyə oxşamır, tərəvəz yeməyi deyil. Bu mənim təxəyyülümün yaratdığı yeni bir reseptdir. Sonunda bacımın hazırladığı göy pomidorlu, acılı, sarımsaqlı turşudan vallah yemək də özünə gəldi, mən də özümə gəldim. Əziz izləyicilərim, videonu çəkməyim, montajlamağım, səsləndirməyim, silib yenidən səsləndirməyim necə sadım aldı bir Allah bilir, bir də mən. Videonu bəyənin, səhifəyə abunə olun, rəy yazın və ən vacibi bu yeməyə bir ad qoyun. Göz haqqınızı da halal edin. Hələlik.